Bu ne renktir? Ağ. Gözler. Bu ne renk? Ağ renk. Ne renk? Ne renk? Ne renk? Ağ renktir bu. Ne renktir? Bəs niyə ağ dedin? Bax, mən bunu hissetmək istəyirəm. Sənin öz düşüncə olmalı, öz düşüncən. Eşidirsən məni? Bütün dünya sənə qarşıda olsa, sənin özünə inandığın düşüncə olmalıdır. Əgər bütün adam desəydi, sən bunu bacarmırsan, o deməli olar düzdür. Necə ki, bunlar indi yanıldılar. Bunlara mən öyrətmişdim ki, dissinlər aldı. Biz səni yoxdur. Sən də bunlara inanıb, dedim buna al. Amma bu əslində nə renkdir? Bax, idman da belədir. Başqa adamlar deyir ki, səndə bu alınmayacaq, bu sənlik deyil. Sən də deyirsən ki, bunlar çoxlu axı, bunlar düz deyirsə deməli belədir. Bütün dünya da sənə qarşı olsa, sən əgər öz fikrin varsa, sən o fikirlə getməlisən. Sən ürəyinin sözünə qulaq asmalısan. Bir dənə sənin ürəyin var. Bax, onun sözünə qulaq asmalısan. Bütün dünya da sən desə ki, bu səhvdir, sən deyirsən ki, yox, bu düzdür. Axıra kimdə gedərsən? İdmançıların xarakteri budur. Uğur qazanan idmançıların. Hər bir uğur qazanan idmançının qabağına bax belə qaraya ağ deyən insanlar çıxır. Halbuki o çox şey əldə edərdi. O 1-2 ilə bəlkə də dünya çempionu olacaq, Avropa çempionu olacaq. Amma onun ətrafında olanlar ona deyir ki, səndə bu alınmır falan. Onların sayı çox olduğuna görə bu da onlara qoşulur. Bir ayda bu adam yalan danışamaz ki, deməli düz deyirlər də bunlar. Amma elə deyil. Kütlənin sayı çox olsa da onlar yalan danışa bilirlər. Onlar sənin potensialını görməyə bilərlər. Sənin içində olan potensialı. Başa sən ancaq özün bilirsən o potensialı. Onlar bilmirlər. Adamlar var ki, məsələn, başqa işlə işləyir, gəlir sənə idmanda məsləhət verir. O adamın işi deyil. Amma onlar sayı çoxdur ki, sən onlara inanırsan. Bax, yenə edirəm, nə qədər sizə qarşı olan insanların sayı çox olsa da, heç vaxt onlara uymayın. Onlara inanmayın, əgər səni kimsə yolundan döndərsin. Aydın oldu? Yəni bu nə rəngdir? Qara. Talib nə rəngdir? Qara. Ay, sağ ol. Talib almışdı ya.